Salam əziz şagirdlər, növbəti sizin problemini hesab etdiyiniz sualı izah edəcəm. Məxrəci 60 olan düzgün kəsrlərin neçəsi sonlu onluq kəsridir? Sonlu onluq kəsri hesab olunur. Məxrəcində 2-yə və 5-ə vurma iştirak edirsə, sonlu onluq kəsri hesab olunur. Məxrəci 10, 100, 1000 və s. Eyni zamanda da məxrəcində 3 və 7-nin vurması varsa, bu kəsir sonlu onluq kəsri hesab olunmur. Gəlin 60-ı ayıraq sayda qruplara. Burada 3 və 7 iştirak etməməlidir. Demək burada 2, 2, 5 götürüləcək. Səbəb, çünki 3-ə bölünmə varsa, o saf və ya qarşılıqlı vurumluq kəsrə gedəcək. 2 vurulsun 2, vurulsun 5. Edir 20. 20-dən həmişə bir vahid aşağısı. 20 çıxılsın 1, 19. Cavab etdi 19.